Ayten xanım, ölkəmizdəki xanımların bir çoxu kosmetoloji prosedurlar edirlər. Demək olar ki, hər kəs bir-birinə bənzəməyə başlayır. Professionalizm onu göstərir ki, şəxsin fərdi xüsusiyyətlərini saxlayaraq onun çox gözəl elementlərini ortaya çıxartmaqdır. Belədir, gözəlliyinə gözəllik. Bəli, bəzi insanlar hesab edir ki, təbiətin verdiyi gözəlliyə xəyanət edirlər. Anasına, nənəsinə və onların qocalma tipini gördükdə, təbii ki, özünə artıq gənc yaşlarından profilaktik hər hansısa bir addımları atsa, istənilən yaşda gənc görünə bilər. Əsas məqsəd yaşınıza uyğun olaraq gənc görünmək və sağlam olmaqdır. Estetikada pasiyent sizə sağlam gəlir və siz onu sağlam şəkildə yola salmalısınız. Həkim vicdanla yanaşmalıdır öz işinə, öz sahəsinə.